Gənclər Günü münasibətilə Gənclər Fondu, Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan gənclər üçün motivasiya platforması Gənc Talks-a start verilib. TEDx beynəlxalq formatında keçirilən tədbirdə müxtəlif sahələrdə uğur qazanmış, əlilliyi olan şəxslər öz həyat və uğur hekayələrini bölüşərək gənclərə ilham, güvən və yeni baxış bucağı qazandırdı. Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev qeyd etdi ki, platformanın əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə tam bərabər inteqrasiyasına dəstək verməkdir. Bu platformanın əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə tam və bərabər inteqrasiyasına dəstək olmaq, onların sosial potensialını inkişaf etdirmək və onların belə deyək, bacarıqlar sərhəd tanımır frazasını reallıqda tətbiq etməkdir. Ümumilikdə bu ay fond tərəfindən Gənclər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir. Gənclər Festivalı ilə start verildi. Dünən artıq deməli Azərbaycanın ən böyük gənclərin fərdi intellektual yarışı təşkil olundu və eyni zamanda artıq digər günlərdə də ideatonun keçirilməsi nəzərdə tutulmuşdur. Dost Agentliyinin İdarə Heyətinin sədrinin müavini Aygün Musayeva vurğuladı ki, indiyədək Dost Agentliyində könüllü kimi fəaliyyət göstərən 300-ə yaxın gənc bu idarədə, digər özəl və dövlət qurumlarında işlə təmin olunub. Həmçinin Dost və Dövlət Məşğulluq Agentlikləri birgə əməkdaşlıq çərçivəsində yeni sosial layihəyə başlayıb. Bundan əlavə, agentlik tərəfindən sosial əhəmiyyətli digər bir layihə həyata keçirilir ki, bu da tələbələrin akselerasiya proqramı, əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığının təmin edilməsinə bağlı layihədir ki, bu da Dost Agentliyi və Dövlət Məşğulluq Agentliyi ilə birlikdə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Burada da əlilliyi olan gənclərin potensialının üzə çıxarılması, onların şəxsi bacarıqlarının inkişaf etdirilməsi və onların gələcəkdə məşğulluq imkanlarının genişləndirilməsi hədəflənir. Bu layihə çərçivəsində ali təhsil müəssisəsində təhsil almış və ya almaqda olan, eyni zamanda orta ixtisas təhsil müəssisələrində təhsil almış və oradan məzun olmuş əlilliyi olan gənclər arasında bu layihənin haqqında məlumatlandırma həyata keçirilir və onlar qeyd etdiyim kimi şəxsi bacarıqlarının inkişafı istiqamətində müxtəlif təlimlərə cəlb olunurlar və gələcəkdə də onların işlə təmin olunması üçün imkanlar yaradılır. Qeyd edək ki, Gənclər Fondu tərəfindən Gənclər Gününə həsr olunan Gənc Land Gənclər Festivalı, Gənc İntellekt ölkənin ən böyük fərdi intellektual yarışı, Gənc Vizyon Marafonu və Gənc Talks Motivasiya Platforması adlı geniş miqyaslı tədbirlər baş tutub. Sizlə tədbirlər gənclərin sosial fəallığının artırılması, yaradıcılıq və innovativ düşüncə tərzinin təşviqi, eləcə də onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.